acınacaqlı vəziyyətdə, gömgöy sifət, bədən xəsarət almış vəziyyətdə. Dedilər ki, bu uşağı ana və ata bu vəziyyətə salıb. Valideynlər tərəfindən döyüldüyü deyilən heç bir yaşı belə olmayan körpə Qarayevadına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib. Görüntüləri isə bizə həmin vaxt burada olan valideynlərdən biri çəkib göndərib. Bəli, məsələ ilə bağlı sözü gedən klinikaya yaxınlaşmışıq, amma körpənin vəziyyəti ilə bağlı hər hansı bir məlumatı almaq mümkün deyil. Qeyd edim ki, uşağın valideynlərinin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Mən öz uşağımı gətirmişdim bura xəstəxanaya. Bir körpə daxil oldu. Acınacaqlı vəziyyətdə, gömgöy sifət, bədən xəsarət almış vəziyyətdə. Bir vətəndaş olaraq maraqlandım ki, bu körpə niyə bu vəziyyətdədir? Bunun anası, gördüm tibbi işçilərin, tibbi personalın əlindədir uşaq. Yəni maraqlı oldu ki, bu ana hardadır? Dedilər ki, bu uşağı ana və ata bu vəziyyətə salıb. Valideynləri bu uşağı döyüb və tibbi personal qayğı göstərməklə yanaşı qəzəbli vəziyyətdə idilər valideynlərə. Yəni mən gördüyümü deyirəm. Nə lazım belədilər? Hətta polis əməkdaşı, təcili tibbi yardımdan uşaq gəlmişdi. Polis əməkdaşının da burada iştirakı var idi. Aktlaşdırıldı mənim yanımda. Hətta mən dedim ki, bir vətəndaş kimi mənim əlimdən nə köməklik gəlirsə, imza atmaq, şahidlik etmək, mən hazıram. Baxdım ki, dedilər ehtiyacı yoxdur. Hətta dəfələrlə uşağı qucağıma aldım. İnanın ki, mən hələ də özümə gələ bilməmişəm uşağın o vəziyyətindən. Mən özüm də anayam, bir vətəndaş olaraq bunu, yəni canım, qanım götürməzdi ki, yəni o görüntüdən yan keçim. Yəni soyuqqanlılıqla yanaşa bilməzdim. Paytaxtın Sabunçu rayonu ərazisində 2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması və nəticədə bədən xəsarətləri alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının müşayiəti ilə körpə həkim nəzarəti altında təcili xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı ərazi polis orqanında araşdırma başlanılıb. Hər iki valideyn izahatlarının alınması üçün polis bölməsinə gətirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.